Salam, hər vaxtınız xeyir olsun, hörmətli və dəyərli müəllimlər və müəllimliyə namizədlər. Hər birinizi salamlayıram. Mən bəzi məsələlər haqqında fikrimi və daha dəqiq desək, etirazımı dilə gətirmək istəyirəm. Bu dünənləri, yəni 18 iyun 2025-ci il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanı ilə bağlı və xüsusən də dil ədəbiyyat müəllimləri ilə bağlı bir məsələdir. Və həmçində bu dilə gətirəcəyim problemlər müəllimlərin işə qəbul imtahanından da aid edilə bilər. Yəni müəllimlərin işə qəbul imtahanına da aid edilə bilər eyni problemlər. Buradan səslənirəm birbaşa Elm və Təhsil Nazirliyinə, Təhsil İnstitutuna və bu imtahanla bağlı, bu sualların hazırlanması ilə bağlı, imtahanın keçirilməsi ilə bağlı, meyarların düzgün müəyyənləşdirilməsi ilə bağlı bütün məsul şəxslərə, yəni buradan fikrimi səsləndirirəm. Ola bilər ki, sizlərin yanında təcrübəmiz azdır. Ola bilər ki, sizlərin 15 illik fəaliyyəti, 20 illik fəaliyyəti var. Bizim 8 illik, 9 illik fəaliyyətimiz var. Amma biz də az-çox müasir testologiyanı bilirik. Az-çox öz ixtisasımızla bağlı araşdırmalar aparırıq. Öz ixtisasımız üzrə işləyirik, öyrənirik, bilmədiyimizi soruşuruq, dərindən araşdırırıq və s. və ilə axır. Əvvəla bir məsələni çatdırmaq istəyirəm ki, sualların ictimaiyyətdən gizlədilməsi, ictimaiyyətə açıq şəkildə göstərilməməsi və ictimaiyyət qarşısında izah edilməməsi bir mənalı qarşılana bilməz. Niyə görə qarşılana bilməz? Əgər mən imtahanda, istər sertifikasiya imtahanında, istərsə də müəllimlərin işə qəbul imtahanında, əgər hər hansı bir sualı səhv etmişəmsə, bilmirəmsə, çatışmazlıqlarım varsa, mən bunları sizlərin sayəsində öyrənməliyəm. Yəni sizlər bunu mənə izah etməlisiniz. Nəyə görə bu cavab qəbul edilib, nəyə görə bu cavab qəbul edilməyib? Bütün bunlar ədalətli şəkildə və obyektiv şəkildə tam sadə dildə bizə izah edilməli ki, biz də baxaq, öyrənək və inkişaf edək. Düşünürəm ki, əsl obyektivlik və ədalətlik budur. Amma nədənsə istər metodika üzrə, istərsə də ixtisas sualları üzrə suallar gizlədilir. Və 2022-ci ildən üzü bu yana, 2023-cü il tədris ili 24 və 25-ci il daxil olmaqla düşünürəm ki, müəllimlərin işə qəbul imtahanında və sertifikasiya prosesində dil ədəbiyyat müəllimlərinə qarşı sanki bir qərəzlilik özünü göstərir. Və necə olur ki, riyaziyyatdan, ingilis dilindən və ya digər ixtisaslardan yüksək ballar, deyək ki, müəllimlərin işə qəbul imtahanında 96 bal, 95 bal, 93 bal, 92 bal olursa, hansı ki o əmsalla artıq gəlib 100 balı keçirsə və ya sertifikasiya imtahanında 60 baldan 60 bal, 59-58 və mən burada heç kimi havada kölgə salmaq istəmirəm. Çünki 60 bal toplayan ingilis dili müəllimi, riyaziyyat müəllimi, deyək ki, digər ixtisasın müəllimi haqq edib, savadlıdır, işləyib, özlərinə zəhmət çəkib və o balı toplayıb. Amma gəlin bir məsələyə baxaq. Məsələn, müəllimlərin işə qəbul imtahanına hazırlıq zamanı mənim hazırladığım və 60 ballıq sistemdən 58 bal toplayıb işə qəbul olan müəllim necə olur 3 il, 4 il sonra gəlir sertifikasiya imtahanında 40 bal toplayır. Və yaxud da ki, 59 bal toplamış, miqdə 59 bal toplamış müəllim necə olur gəlir bugün miqdə 47 bal toplayır. Və yaxud da ki, 100 ballıq sistemdən 92 bal toplayan müdavim, 89 bal toplayan müdavim necə olur gəlir bu günləri 37 bal toplayır. O zaman belə çıxır ki, bu günləri bizim ümumi müəssisələrimiz, məktəblərimiz müəllimi itiləmir. Belə deyək, doğru desək, savadsızlaşdırır. Yəni çox maraqlı bir amildir bu. Əslində biz bilirik ki, bir müəllim, yəni o belə deyək də işləməyən bıçaq paslanır deyib də. Yəni müəllim sinifə girirsə, auditoriya qarşısına çıxış eləyirsə, izahlar verirsə, şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparırsa, düşünürəm ki, o müəllim dərsliklərlə işləyirsə, daha da təkmilləşməli, daha da savadlanmalı, bilmədiyini öyrənməlidir. Amma necə olur bizim müəllimimiz işə qəbul imtahanında yüksək nailiyyət əldə edir və olur məktəbin sayılıb seçilən müəllimi, amma bu günləri sertifikasiya imtahanında gəlir 60 ballıq sistemdən toplayır 37 bal və onun yanındakı müəllim yoldaşı gedir riyaziyyatdan toplayır 60 bal, onun yanındakı müəllim yoldaşı gedir ingilis dilindən toplayır 55 bal və bu müəllim olur dil ədəbiyyat müəllimi olaraq savadsız. Biraz gülməlidir. Bu birinci. İkinci növbədə az çox mən də bir balaca da olsa haqq verirəm ki, bu günləri şagirdlərimizin də, müəllimlərimizin də, bəzən namizədlərimizin də oxuyub anlamasında çətinlik çəkdiyi məqamlar olur. Burada mən haqq verirəm. Amma oxuyub anlamanı inkişaf etdirmək üçün müəyyən fəaliyyətlər icra edilməlidir. Biz bu günləri çıxıb efirdən şagirdlərin, müəllimlərin oxuyub anlaması zəifdir, oxuduqlarını anlamırlar deyə səslənirik, qeyd edirik. Amma onların
oxuyub anlamasını yoxlamaq üçün imtahana 13-14 dənə mətn sualı salırıq və ya 10 dənə mətn sualı salırıq və həmin mətn suallarını bacardıqca elmi mətnlər seçirik. Konstitusiyadan nöqtə virgülü dəyişilmiş cümlələr seçirik. Kimyəvi reaksiyaya gedən, çünki müəllimlərin işə qəbul imtahanında biz bunları görmüşük. Yəni bizi kimsə aldada bilməz, kimsə əksini söyləyə bilməz, biz göstərə bilərik. Əyani şəkildə sübut edə bilərik. Və əvvəl onu deyim ki, sual tərtibatçıları, suallarınızın bəzilərini çox bəyənirəm, çox xoşuma gəlir, amma əksəriyyətində boşluqlar var. Məsələn, cavabı 5 dənə verilən verirsiniz, 10 dənə də cümlə verib uyğunluğu müəyyənləşdirirsiniz. 1, 2, 3, 4, 5 verirsiniz, amma variantlarınızda 1, 2, 3, 6, 3, 4, 6 deyə cavablar yazırsınız. Bu isə testologiyanın tamamilə tələbini pozmaqdır. Bu səriştəsizliyin göstəricisidir. Bu test hazırlamağı bacarmamağın göstəricisidir. Bu meyarları düzgün müəyyənləşdirə bilməməyin göstəricisidir. Və bu günləri müəllimlərin işə qəbul imtahanı və sertifikasiyasında hazırlanan Azərbaycan dili və ədəbiyyat sualları tamamilə dərslik kontekstindən kənardadır. Bunu dərslik müəllifi özü də təsdiq eləyir. Dərslik müəllifinin yazdığı dərslik əsasında sualların hazırlanmadığından xəbəri yoxdur. Yəni xəbəri yoxdur ki, imtahanda istifadə olunan qrammatika sualları mənim dərsliyimlə yaxından uzaqdan əlaqəsi yoxdur. Özəl kursların yazdığı vəsaitlərdən götürülmüş nümunələr və ya ali məktəblərdən götürülmüş nümunələr əsasında hazırlanır suallar. İndi gəlin bir məsələyə yanaşaq. Bizim 11 il orta məktəbdə, ümumi təhsil müəssisəsində oxuduğumuz, qazandığımız, əldə etdiyimiz bilik bacarıqlardan istifadə edirik. Ali məktəbə qəbul imtahanı veririk və 500 bal, 600 bal, 450 bal toplayıb gəlib oluruq dil ədəbiyyat müəllimi. Və 4 il bizə Aristotelin poetikası, Hegel qardaşları, nə bilim filan dilçilik məktəbi, o birisi dilçilik məktəbi, nə bilim Dədə Qorqudun orta məktəb dərsinə aid olmayan məsələlərindən danışırıq. O birisi məsələlərdən danışırıq və s. və ilaxır. Və necə olur? 4 ildən sonra proqramı bitiririk, İNUS'u bitiririk, dövlət imtahanı veririk və o diplomu alırıq. Sonra bizə işə qəbul olmaq üçün deyir, o diploma inanmıram, səni işə qəbul eləmək üçün mən səni imtahan eləməliyəm və həmin imtahanı qayıdır səni 4 il əvvəl öyrəndiyin bilik bacarıqdan. Yəni, orta məktəb dərsliyinə əsasən səndən imtahan götürür. Yəni, 4 il universitetdə mənim oxuduğum nə üçün idi? Niyə yaradı? Nə işə yaradı? Nə üçün idi? Mənim 4 il ortada niyə vaxtım getdi? Madam ki, mən orta məktəb dərsliyindən qayıdıb imtahan verəcəm, niyə ortada 4 il itirdim? Niyə mən 4 il ərzində orta məktəbdə qazandığım bilik bacarıqları unutdum? Çünki mənim ali məktəbdə qazandığım bilik bacarıqlarla orta məktəbdə qazandığım bilik və bacarıqları uzlaşmır. Proqram eyni deyil. Və mən gəlirəm, yəni 11-ci sinifi qutarıram, bilik bacarıqlardan istifadə edib, gedib imtahan verib, yüksək bal toplayıb qəbul oluram və 4 il mənim proqramımı tamamilə dəyişib başqa şeyə yönəldirlər və 4 il mən oxuyuram və orta məktəbdə qazandıqlarımı unuduram, çünki proqram başqadır və 4 ildən sonra mən qutarıram və gedirəm işə qəbul imtahanı verməyə və məni orta məktəbdəki dərslikdən sual cavab edirlər, suallar verirlər və sualları da olmazın başına oyun açırlar. Mən bunu bir dəfə ictimai kanal efirindən səsləndirmişəm. Bir daha deyirəm. Mübtədanın başına elə oyun açırlar, mübtəda özünü tanımır. Yəni, mübtədanın başına o oyunu açmaqla və bu uzunluğunda mətni salıb və yaxud da ki, çətin elmi dildə olan mətnləri salıb müəllimlərin oxuyub anlamasını mı yoxluyursunuz? Özünüz efirdən səsləndirirsiniz ki, oxuyub anlamaları zəifdir. Oxuyub anlaması zəif olan müəllimin imtahanında oxuyub anlamanı dərindən yoxlayan 15 dənə mətni verməklə iş düzəlir. Bəs bu insanların oxuyub anlaması zəifdirsə, oxuyub anlamasını inkişaf etdirmək üçün hansı addımları atmışıq? Heç bir addım atmamışıq. Yəni, əgər bu günləri sinifdə, bunu metodika deyir, bunu mən demirəm, sinifdə bir şagird bir misalı həll edə bilmirsə, zəifdirsə, bizim həmin şagirdə o misal tipində 200 dənə misal verməklə o şagirdin problemi həll olunacaqmı? Xeyr. Nə eləməli? Alternativ izahlar verməli, meylini, marağını müəyyənləşdirməli, ona dəstək skafoldinlər eləməli, resurslarla təmin eləməli, inkişaf etdirməliyik, dəstək verməliyik, stimul verməliyik. İndi siz bu günləri çıxıb deyirsiniz ki, müəllimlərin oxuyub anlaması zəifdir, amma oxuyub anlamanı yoxlayan 15 dənə mətn sanırsınız, kifayət qədər də ağır. Konstitusiyadan götürülmüş cümlələr, kimyavi reaksiyaları əsaslandıran elmi cümlələr və bundan siz müəllimlərin oxuyub anlamasını yoxluyursunuz və deyirsiniz ki, oxuyub anlamaları zəifdir. Bu ikinci bir məsələ. Digər bir məsələ. Biz dil ədəbiyyat müəllimiyik. Filologiya fakültəsini bitirmişik və dil ədəbiyyat müəllimi kimi çalışırıq. Azərbaycan dilinin proqramı fonetikadan tutmuş ta üslublar daxil olmaqla bir də oxuyub anlama mətn bacarıqları, yazı bacarıqları, əməli yazı nümunələri və durğu şəhərləri daxil olmaqla kifayət qədər proqramımız genişdir. Bir də bizim ədəbiyyat ixtisasımız var. Ədəbiyyat ixtisasında
ədəbi nəzəriyyəni bilmək çox böyük bir səriştə savad tələb eləyir və 5-ci sinifdən tutmuş 11-ci sinif daxil olmaqla bütün şairlərin həyatından xəbərdar olmaq, yaradıcılığından xəbərdar olmaq, əsərlərin analizini, təhlili onlar arasında oxşarlığı və fərqləri müəyyən etmək üçün kifayət qədər səriştəli olmalı, təcrübəli olmalı, oxumalı, zaman ayırmalısan və s. və ilaxır. Məktəbdə bu gün olan lazımsız KSG-lər, lazımsız BSG-lər, lazımsız yazı işləri və müəllimin də əmək haqqının az olması, müəllimin əlavə işlərlə, repetitorla məşğul olması müəllimə öz ixtisası ilə səhərdən axşama qədər kifayət qədər məşğul olmağa imkan vermir. Və bu günləri sizin ekspertləriniz, sual yazan ekspertləriniz, hörmətli Təhsil Institutu, hörmətli Elm və Təhsil Nazirliyi, müraciət edirəm bir daha. Sizin ekspertləriniz həm Azərbaycan dilini fonetikadan mətnlər daxil olmaqla, yazı, oxu bazarları daxil olmaqla, qrammatika daxil olmaqla və ədəbiyyat nəzəriyyəsi daxil olmaqla və ədəbiyyatı 5-ci sinifdən tutmuş 11-ci sinifə qədər tam mükəmməl səviyyədə bütün əsərləri nöqtə vergülə qədər mükəmməl şəkildə qüsursuz bilən varsa, zəhmət olmasa mənlə üzləşdirin. Mən o müəllimdən tanış olmaq istəyirəm. O ekspertdən tanış olmaq istəyirəm. Varsa elə biri 40 sualı mən hazırlayıram dil ədəbiyyatdan, o adama 3 saat vaxt verirəm, 40 sualı qüsursuz, səhvsiz yazsın. Və o adama bu məsuliyyəti yükləyirik. Bu 40 sualdan bu qədər bal toplaya bilməsən, işindən azad olursan. Və ictimaiyyətdə zəif və savadsız bir kimi təqdim olunacaqsan. Olmaz belə. Müəllimlər kifayət qədər yük altına girirlər. İngilis dili müəllimi 55 bal topladı, riyaziyyat müəllimi 58 bal topladı. Mən Azərbaycan dilindən amma getdim 40 bal topladım. Niyə? Mən müəllim yoldaşımın xarici dil olan İngilis dilini bildiyi kimi mən doğma dilimi bilmirəm. Bu günləri İngilis dilində 55 bal toplayan, riyaziyyatda 58 bal toplayan gəlib bizim dil ədəbiyyatının suallarını görsə, oradan o 58-i 55-i toplaya biləcəkdi. Necə oldu bu qədər müəllim heyətinin, müəllim ordusunun içərisində yüksək bal olmadı? Elə ancaq 42, 41, 38, 35, 47, 46, 48 belə az sayda 50 plus ballar var. Çox az sayda. Bu da təbii aldı. Olmalıdır. Yəni bu necə olur? Hazırladığınız sualları biz baxırıq, gözəl bilirik. Dədə Qorqudla Koroğlunu müqayisə eləmək. Harada oxşar əsərlər var, harada dili çətin anlaşılan əsərlər var, ancaq onları seçib və individual təhlilinizə əsaslanaraq cavabları qoyursunuz ki, müdavimləri çaşdırasınız, müəllimləri çaşdırasınız. Nə qazanırıq? Biz müəllimləri aldatmaqla, testdə çaşdırmaqla, testdə aldatmaqla, onları bilə-bilə testin hiləsi ilə ilişdirməklə nə qazanırıq? Biz müəllimlərimizin həqiqi biliyini, bacarığını yoxlamaq istəyiriksə, dərsliyə əsaslanan, dərslik təhlillərinə əsaslanan, qismən də müəllimin məntiqinə əsaslanan tapşırıqlarla onu yoxlamalıyıq və müəllimin həqiqi müəllimliyini isə sinifdən metodikası, şagirdə öyrətməsi ilə yoxlamalıyıq. Bir müəllimin 60 sualına 60-a da cavab verməyi onun sinifdə bütün şagirdlərin mükəmməl şəkildə öyrədəcəyi anlamına gəlməz. Bu günləri dərs dediyi abituriyentlər 670 bal, 650 bal toplayan müəllimlər bu günləri gidib sertifikasiya imtahanında 32 bal toplayır. Necə olur? Bu 32 ballıq savada maliksə necə bunun əlinin altından 670 bal çıxır? Hə, bu şagird öz-özünə yetişdi. Wunderkind də anadan gəlmədi. Bu müəllimin heç bir əməyi yoxdur. O müəllimin əməyi yoxdursa niyə o məktəbdə işləyir? İşləməsin. Şagirdlər anadan gəlmə Wunderkind doğulub gedib 650 bal, 700 bal, 680 bal, 600 bal, 550 bal toplayırsa, ehtiyac yoxsa bu müəllimə, o zaman bu müəllim çalışmasın, işləməsin. Yəni mən bu cür düşünürəm. Və Elm və Təhsil Nazirliyindən xahiş edirəm. Hörmətli Təhsil İnstitutundan xahiş edirəm. Hörmətli ekspertlər. Bəlkə də siz bir-birinizdən prinsipə düşür ki, görə kim çətin sual yazacaq. Amma siz unutmayın ki, müəllim o qədər işin içərisində bugün Azərbaycan müəlliminin böyük əksəriyyəti xanım müəllimlərdir. Bəy müəllimlər artıq demək olar ki, kişi cinsinə aid olan müəllimlər demək olar ki, məktəbdən uzaqlaşırlar, qaçırlar o yazı, pozu işlərindən. Və xanım müəllimlərdir. Bu xanım həm ailəsinə baxır, həm övladlarına baxır. Övladı xəstələnir, özü xəstələnir, ev işi, yemək işi və məktəbin o qədər KSG-si, summativi, nə bilim, jurnalı, osu, busu, valideynlə danışmaq, rəhbərliyin tapşırıqlarını yerinə yetirmək və öz ixtisasına demək olar ki, çox cüzi vaxt ayırır. Və bu günləri siz onu o qədər təzyiqlə yükləyirsiniz və bu adam girir imtahanda özünü doğruda bilmir. Və düşünürəm ki, 18 iyun 2025-ci ildə keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanında istifadə olunmuş suallar ictimaiyyətə təqdim olunmalı, aktiv və fəal
filoloqlar, dil ədəbiyyat müəllimləri və bu işin professorları, alimləri bu işə cəlb olunmalı, ictimaiyyət üçün dəyirmi masa təşkil olunmalı və canlı yayım açılaraq ictimaiyyətə izah edilməli. O sualların dəqiqliyi, doğruluğu və həqiqətən də meyara əsaslanmağı və digər ixtisaslarla ingilis dili, riyaziyyat, coğrafiya, tarix, o birisi, bu birisi və s. müqayisə olunmalı. Həqiqətən bütün tapşırıqlar eyni səviyyəlidir. Və yəni bütün digər ixtisaslardan da çətin deyil. Və tapşırıqlar meyara əsaslanıb, o meyarlar çıxılsın, zəhmət olmasa bizə izah edilsin. Görək tapşırıqların 1-ə 2 dəqiqə, 3 dəqiqə vaxt düşüb. Görək o mətn tapşırıqlarını, o qrammatika tapşırıqlarını, o ədəbiyyat tapşırıqlarını bir sualı 2 dəqiqə yarım, 3 dəqiqə yazmaq mümkündür, yoxsa mümkün deyil. İctimaiyyətə açıqlamağa xahiş edirik. Həm də tələb edirik, gözləyirik ki, bizim səsimizi duyasınız, eşidəsiniz. Bəlkə də xəbərdar deyilsiniz bu sualların bu vəziyyətdə olmağında. Elə bilirsiniz ki, müəllim heyəti hamısı savadsızdır, zəifdir, sualların çətinliyindən şikayət edir. Xeyr, əsla. Ola bilər kimsə zəif olsun, üzərində az işləsin. Ola bilər kiminsə savadı qismən zəif ola bilər. Amma bu həddindən artıq böyük bir kütləni əhatə edirsə, demək problem var və o problemə çözüm bulunmalı, çözüm tapılmalıdır. Və mən İnanıram ki, müəllimlərin işə qəbul imtahanında dil ədəbiyyatı müəllimlərinə qarşı bu haqsızlıq olmayacaq. Və siz dil ədəbiyyatı müəllimlərinə bütün əsərləri, bir çox əsərləri orijinaldan, Koroğlu dastanı kimi, Vaqif dramı kimi, Xurşudbanu Natəvan kimi, Dəli Kür kimi, İblis kimi, Anamın kitabı kimi və s. və ilaxır kimi əsərləri orijinaldan oxumağı tövsiyə edirsiniz ki, orijinaldan suallar salınacaq. Çox gözəl, çox pakizə, çox əsər. Ədəbiyyatdan müəllimlərin işə qəbul imtahanında 15 sual düşür. 15 suala qarşı bu qədər proqramı müəllimə yükləmək və cəmsi 15 mövzudan sual istifadə eləmək və orijinaldan oxutmaq və daha çox da çaşdırıcı məqamlarla müəllimləri oxşar əsərləri bir yanaşı qoyub müqayisə edib yalnız birinə aiddir, hər ikisinə aiddir, heç birisinə aid deyil. Bu tip sual qoymaqla müəllimin 2 dəqiqə yarıma, 3 dəqiqəyə həyəcanlı, stresli, qorxulu, Napoleon Bonaparte belə imtahandan qorxur. Bu müəllim qorxur da, həyəcanlıdır, stresi var. Ailəsinin yanında üzağı olmalıdır, şagirdlərin yanında üzağı olmalıdır, müəllim yoldaşların yanında üzağı olmalıdır, rəhbərliyin yanında üzağı olmalıdır. Bu həm anadır, bu həm atadır, ev işləri var, övladların problemləri var, evdəki çatışmazlıqlar var və onları da həll etməlidir. Xahiş edirəm mən bu barədə hər kəsdən. Kim ki bu barədə məsul şəxsdir, mənim xahişimi yerinə yetirsinlər. Bu təkcə mənim yox, mən bir çox müəllimin səsini çatdırıram və mənim müəllim yoldaşlarım da aktiv müəllim heyəti də bir çoxu bu barədə video çəkərək, video müraciətlə xahiş ediblər. Yəni biz demirik ki, gedin sualları qoyun orada ki, isimin neçə halı var, sifətin neçə dərəcəsi var, qıpqırmızı az dərəcədədir. Biz belə də istəmirik. Amma ədalətli imtahan istəyirik, obyektiv imtahan istəyirik, şəffaf imtahan istəyirik. Müəllimlərin işə qəbul imtahanında 100 baldan 90 bal toplayan adam 3 il sonra gəlir, sertifikasiya imtahanında 32 bal toplayır. Belə çıxır ki, bu imtahan etibarlıq prinsipi pozulub. Bu müəllim 3 il ərzində məktəbdə savadsızlaşdı, nə işlə məşğul oldu? Niyə o müəllimin işi araşdırılmadı? Müəllimin dərsində, açıq dərslərində iştirak edilməli. O müəllim öz üzərində necə işləyib, necə dərs keçir? Dərs keçən müəllim, öz üzərində işləyən müəllim necə 3 il ərzində bu qədər zəifləyə bilər? Bunu da araşdırağın, bunu da üzə çıxardağın və xahiş edirəm, imtahan sualları ictimaiyyətə açıqlansın. Təkcə cavab kartıyla birgə vermək yox. Həmin ekspertlər çıxsın canlı yayımda. Bizim kimi aktiv müəllimlərin, iştirak etmək istəyən müəllimlərin iştirakı ilə izah edilsin suallar. Baxaq görək, həmin sualları, 50 sualı həmin verilən vaxtda izah edilə biləcək yoxsa yox. Və metodika suallarından düşünürəm ki, mən razıyam. Metodika sualları da istəyirəm ictimaiyyətə açıqlansın, cavablar analiz olunsun, qoy növbəti imtahanlara girəcək müəllimlər öyrənsinlər, inkişaf eləsinlər. Hər kəsdən mən dönə-dönə xahiş edirəm. Bu məsələni diqqətdə saxlayaq, bu məsələni gündəmdə saxlayaq, bu məsələni gündəm xatirinə yox, danışdığım xatirinə yox, problemi həqiqi, realistik həll etmək xatirinə addımlar ataq. İnanıram ki, bu problem müəllimlərin işə qəbul imtahanında olmayacaq. Ekspertlər bir-birinə yarışa girməyəcək ki, görək kimin sualını yaza bilməyəcəklər. Çətin sual yazmaq asandır. Mən kitabı qarşıma qoyub çox gözəl suallar tərtib edə bilərəm. Amma kitab qabağımda olmadan o suala həyəcanlı formada cavab verə bilirəmmi? Məsələ budur. Gəlin empatiya qurağın, gəlin bir-birimizi anlayağın. Biz
Yad ölkənin vətəndaşı deyilik. Hər birimiz Azərbaycanlıyıq. Azərbaycana xidmət edirik, şəxsiyyət yetişdiririk, şagird yetişdiririk və gördüyümüz işlərdə fəxr edirik. Bizi həvəsdən salmayın. Bizim ümidimizi söndürməyin. Bizim kimi gənclərə dəstək olmaq lazımdır. Gənc müəllimlərə kömək olmaq lazımdır. Müəllimliyin etibarını yüksəltmək lazımdır. Müəllimliyin etibarını sındırmaq, aşağı salmaq lazım deyil. Ümid edirəm hər kəs bu sözlərimlə razılaşar. Ümid edirəm hər kəs bu barədə öz addımlarını atmaq istəyər. Təşəkkür edirəm hər birinizdən. İnanıram ki, bu problemi həllini tapacaq.